Salam əziz telesəyər izləyiciləri, hazırda biz Masallının Musakicə kəndindəyik və burada bir neçə ailə var ki, onlarla tanış olduq. Səhər çağı onlar maraqlı əl işlərini hazırlayırlar. Bu sənət, peşə, dədə-babadan qalan adət-ənənədir ki, hazırda da Musakicə kəndində yaşadılır. Elə Könül xanıma yaxınlaşmaq istəyirəm. Hazırda bu iş prosesi barəsində bizə danışsın ətraflı. Neçə ildir bu işlə məşğulsuz? 30 ildir bu işlə məşğulam. Bu işləri elə-bil analarımızda, nənələrimizdə görmüşəm. Balaca vaxtı olanda nənəm eşməyişərdi, anam da həsir toxuyardı. Məndə də bu maraq oyandı. Başladım mən də həsir, anam öyrətdi ilmələrin yadını atmayı. Mən də başladım həsir toxumaya. Biraz da məndə maraq oyandı. Başladım bu işi davam eləməyə. Həqiqətən də yaxşı sənətdir. Məsələn, istəyərdim ki, gələcək nəsillərə də bu sənəti öyrədək. Maraqlıdır. 12 qadınıq. İyun, avqust ayları çölə gedirik. Məsələn, biçin biçirik, gətiririk sahələrdə, ot yerləri boş olur. Onda biçilir ot yerləri. Orada quruduruq, gətiririk evlərdə. Bunun yerləri quru olmalıdır, nəmişlik olmamalıdır. Nəmişlik olsa çürüyə bilər. Quru yerlərdə bunları saxlayırıq qış vaxtları. Məsələn, qış ayları başlayırıq toxumağa. Çöldən yığışıb evə gələndən sonra başlayırıq bunları toxumağa. Alıcılarımız da olur. Gəlib evdən də alıb aparırlar. Yəni elə bil bizə zakazlar olur. Toxuyuruq, satırıq. Əlizdəki nədir? Əlimdəki papaqdır. Bu papağı elə bil sahəyə getmək üçün indi bu 3 ay sahədə olacaq. Bunu başıma qoymaq üçün hazırlayıram. Məsələn, gün dəymir də adamın təpəsinə, yaxşı olur. Məsələn, gündən qoruyur da. Gündən qorumaq üçün, bəli, deyirlər. gündən qorumaq üçün məsələn yaxşı istifadə olunur. Məsələn, qadınlar 12-miz də məsələn bu papaqlardan qoyuruq. Həm sərin olur, yaxşı olur. Bu sənəti öyrənməyə gələn şagirdlər varmı, gənc xanımlar? Niyə? Marağı olanlar istəyirlər, eşidirlər, məsələn bu sənətlə maraqlanırlar, öyrənirlər. Məsələn bu gələcək nəsildə bu yeniyetmələr də maraq oyanır. Əgər bizdə oyanıbsa bu maraq, bunu davam eləmişiksə, indikilər də istəyir belə bir işlə məşğul olmaq. Sizə aid hər hansı bir yer müəssisə varmı burada? Əlbəttə, bu sağ olsun Leyla Əliyeva bizim işimizə dəstək oldu. Bizim rəhbəri, Masallı rayonu icra hakimi bizə dəstək oldular. Müəllimlərimiz bizə bina ayırdılar. Biz o binalarda açılış da orada oldu. Leyla Əliyeva gəldi, açılış oldu. Biz o binalarda başlayacağıq. Bu toxuma işləri ilə zəmbillər, zunkalar, cürəbəcürə, məsələn, ustul üstükləri, məsələn, hər cür toxumaq olur. Vazalar, güldanlar, hər bir şey toxumaq olur. Adi bir lüstrlər. Orada toxuyacaqsınız, orada satacaqsınız. toxuyor, əlbəttə ki, turistlər gəlir, yayda turistlər gəlir, maraqlanır, çəkiliş aparırlar, alğı, satqı da eləyirlər. Nə qədəyə sata bilirsiniz? Bir əl işi neçəyə satılır orada? Məsələn, o hər işin öz qiyməti var. Məsələn, onu deyə bilmirəm, görə... Məsələn, papaq neçəyə satılır, səbət neçəyə satılır? Məsələn, papaq var, 20 manata da olur, 15 manata da olur, hər qiymətə 25 manata da olur. Hər papağın öz, məsələn, toxunuş qaydası yox, məsələn, ölçüləri var. O cür deyim də, uşaq üçün, böyük üçün hər cür olur. Çox sağ olun Könül xanım, sizi işinizdən etməyək və mən qeyd etmək istəyirəm ki, həqiqətən də həsirçilik sənəti Cənub bölgəsində daha çox üstünlük təşkil eləyir. Əsasən Masallı, Lənkəran, Astara və bu ərazilərdə həm qamışlar yığılır, yığılan qamışlar qurudulur, qurudulan qamışlar müxtəlif formada, müxtəlif ölçülərdə dekorativ sənət tətbiqi olaraq müxtəlif əl işlər hazırlanır. Həmin əl işləri də elə siz görürsünüz, xanımlar hazırlayıblar. Telesəhər olaraq biz sizə bu əməyi səhərin bu çağında zəhməti, əziyyəti göstərdik. İndi isə sözü sizə studiyaya ötürürük. Sağ olun, sağlıqla qalın. Təşəkkürlər, çox sağ olun Nuranət, ətraflı məlumatın üçün izlədik, zövq aldıq və davam edirik. Hörmətli telesəhər tamaşaçılar, əslində bölgələrimiz demişkən elə Lənkəran və ümumiyyətlə Cənub bölgəsi öz təamları ilə fərqlənən bir bölgədir.